16 noyabr tarixində OTK sınaq imtahanına salınmış belə bir maraqlı sualın izahına baxaq. Sualda deyir ki, 2a çıx 3b böl a plus b 5-də 2-dirsə bu ifadənin qiymətini tapacağıq. Gəlin əvvəlcə bizə verilən bu kəsri sadələşdirək. Əvvəlcə mən kəsri aşağı yazıram. 2a çıx 3b bölünsün a plus b bərabərdir 5-də 2. Çarpaz vuraq, başlayaq. Deməli, 5-i vururuq 2a çıx 3b-yə. Birbaşa vururam 10a çıx 15b. 5-i 2-yə də vururuq, 5-i 3-ə də. 2-ni vururuq a üstəgəl b ifadəsinə. 2-ni a-ya vururam. Üstəgəl 2-ni b-yə vururuq. A-lar bir tərəfə, b-lər bir tərəfə keçir. 10a üstəgəl. Daha doğrusu 10a çıx 2a bərabərdir 2b üstəgəl 15b. 8a bərabərdir 17b. 8 ilə 17 qarşılıqlı sadə ədədlər olduğuna görə biz burada b-yə 8, a-ya 17 deyə bilərik. Deyək ki, a 17, b 8-dir və bu ifadəni sadələşdirəcəm indi. a 17, b 8 olsun. Bizə verilib burada belə bir kəsir. a kvadrat çıx b kvadrat bölünsün a üstəgəl b-nin mötərizə kvadratı. Surəti müxtəsər vurma düsturundan istifadə edərək aça bilərik. A plus b, a minus b. Burada a plus b-lər ixtisar gedəcək. A plus b, baxın, bunlar getdi. Burada 1 qaldı. Və a çıx b böl a üstəgəl b aparaq yerinə qoyaq. 17 çıx 8 böl 17 üstəgəl 8. Yəni, düzgün cavab olacaq 25-də 9. 25-də 9 da 0,36 deməkdir.